Yəqin hər birinizin ətrafında belə insanlar var ki, hansılar ki, hər bir işində günahkar axtarır. Çay süzərkən çay yerə töküldü, sənə görə oldu. Nəsə işim səhv getdi, sənsən səbəbkar. Nəsə bir problem yaranır, bunda da günahkar sənsən. Və mütləq deyil ki, siz günahkar olasınız, amma mütləqdir ki, özü günahkar olasınız. Yəni, günahkarlar tapılacaq. Bəli, hər birinizin ətrafında belə insanlar var. Belə insanlar hələ şəxsiyyət kimi tam yetişməmiş, uşaq qalmış bir insanlardır. Adətən bunu biz uşaqda görürük. Adı əlindən bir sovurma, yemək yerə düşür, başlayır ağlamağa, sizə acıqlanır, başlayır sizi vurmağa. Niyə? Çünki ən yaxınında sizsiniz. O demək deyil, sizsiz səbəbkar onun sovurmasının yerə düşməyinə. Sadəcə siz yaxınsınız. Belə insanlarda eyni taktikanı, eyni davranışı sərgiləyir. Və görürük ki, bu insanlar hələ üzərində işləyib şəxsiyyətləri yetişdirməlidir. Ona görə sizin də ətrafınızda belə dostlarınız, tanışlarınız varsa, bu videonu ona da göndərin, özü haqqında biraz eşitmiş olsun.